Xamneyi Ağa öz arzusuna çatdı. Layiq olduğunu aldı. Öz ofisində şahadəti göstərdi ki, Şiənin belə rəhbərləri var, seyidləri var, müştehidləri var, ayətullahları var. Biz fəxr edirik, üzümüz ağdır. Necə Həzrəti Əli İslam gizlənmirdi? Açıq-aşkar meydandaydı. Onun yolun gedənlər də meydandadır. Görərsiniz. İnşallah Ayətullah Şəhid Seyid Əli Xamneyinin də qanının bərəkətini görəcəksiniz inşallah. Ağır, yarım milyondan çox qaçqını Xocalı qətliamı kimi qırılmaqdan qoruyan Ayətullah Xamneyinin sayəsində idi. İkinci Qarabağ savaşında da özləri etiraf edirlər. Həm indiki prezident, həm eks-prezident etiraf edirlər ki, İranın yardımı idi. İran yegana ilk müsəlman ölkəsi idi ki, Ermənistanı işğalçı tanıyırdı. Seyid Əli Xamneyi Ağa aramızda yoxdur. Amma onun imamı, bizim zamanəmizin imamı, ümmətin atası, onun da atası İmam Zaman Ağa bizim aramızdadır. Özü də dəfələrlə deyirdi. Nə deyirdi Xamneyi Ağa? Deyirdi, bu ölkənin, bu İranın, bu ölkənin sahibi var. O da kimdir? 12-ci imamdır. Bu ölkənin sahibi var. Məşəddə olan ağamız İmam Rızadır. Böyük-böyük şəxslər gəlib gedər. Amma bu nur ki var, bugün dünyanın, istikbarın, müstəmləkənin, hegemonların qabağında durub, narahat olmayın. Bu qalacaq. Əqidəmiz budur. Müctehidlər İmam Zamanın naibidir. Ayətullah Xamneyi İmam Zamanın naibidir. O bizim rəhbərimiz idi. Onun da bir rəhbəri kim idi? İmam Zaman Ağa idi. Narahatıq. Kədər içindəyik, ağlayırıq. Bəzən ürəyimiz də tab gətirmir. Amma gərək tab gətirək, gərək dözək, namid olmayaq və bilək, biz sahibsiz deyilik. Bizim sahibimiz var, bizim böyümüz var. Əgər siz Ayətullah Xamneyi Ağa üçün narahatsızsa, ola bilməz İmam Zaman Ağa siz qədər narahat olmasın. Onun kədəri sizdən, bizdən çoxdur. Düzdür, yox. Vəzifəmiz dua etmək, İmam Zaman Ağanın zuhurunu istəmək. Gəlsin ağamız. Ağanın zuhuru üçün hazırlaşmaq. Özümüzü o məktəbin böyüyü olan Ayətullah Xamneyi kimi məktəb qoyan indi Xamneyi məktəbinin şagirdlərindən birinə çevrilmək. İmam Zaman Ağa dua edib zuhurunu istəmək və o zuhur üçün hazırlaşıb özümüzü hazırlamaq. Malımızla, canımızla bu yolda zəhmət çəkmək. 2. Ağamızın qisasını almaqdan ötürü, ağamızın intiqamını almaqdan ötürü müctehidlərimiz fətva veriblər. Onların sözünə qulaq asın. Seyid Sistani Ağa, Ayətullah Məkarim Şirazi Ağa, Nuri Həmədani Ağa müctehidləri eşidin, sözünə qulaq asın. Onlar hər şeyi biləndilər, gözünüz onlarda olsun. Onlar bizim böyüklərimizdir. Ta yeni rəhbər seçilənə qədər onların sözünə tabi olun. Son.